Salam əziz izləyicilər. Biz bugün sizinlə MHM-in həndəsai test toplusundan, üçbucaqlar bölməsindən bir neçə biraz çətin tipli tapşırıqları seçib işləyəcəyik. Gəlin başlayaq 4-cü sualdan. 4-cü sual çox çətin olmasa belə biraz fərqli tipdir. Aha, deməli bizə nə deyir? Üçbucaq ABCD, BD və CD tən bölənlərdir. BAC 2 kısçıq 30, BDC 3 kıs plus 20 olarsa, x neçə dərəcə olar? Gəlin yazaq. Burada deyildiyi kimi BD və CD tən bölənlərdir və mən bu bucaqlara alfabet ilə işarə edirəm. BAC bucağımız da nə idi? 2 kıs çıx 30. BDC də 3 kıs plus 20. İndi isə biz bunu necə yazırıq? Bilirik ki, üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcədir və biz bu qaydaya əməl edərək bu misalı həll edə bilərik. Gəlin birinci baxaq BDC üçbucağı üçün. 3 kıs plus 20 üstə gəl alfa plus beta bərabərdir 180-ə. İndi isə gəlin baxaq ABC üçbucağı üçün. 2 kıs minus 30 üstə gəl 2 alfa plus beta bərabərdir 180-ə. Və biz görürük ki, yazdığımız hər bir şərtin cavabı 180-ə bərabərdir. Demək biz bu ifadələri bərabərləşdirə bilərik. 3 kıs plus 20 üstə gəl alfa plus beta bərabərdir 2 kıs çıx 30 2 alfa plus beta. Alfa plus betanı sağa keçiririk. 2 kıs çıx 30 isə sola keçiririk. O zaman alınır x plus 50 birbaşa olaraq yazıram. Alfa plus beta. Və gördüyümüz kimi alfa plus beta ifadəsinin qiyməti x plus 50-dir. Və gətirib bu ifadələrdən birini yerinə yazırıq. 3 kıs plus 20 x plus 50 180-ə bərabər oldu. 4 kıs plus 70 deməli 110-a bərabər, daha doğrusu 180-ə bərabər oldu. 4 kıs 110 x eləyir 27 tam onda 5. Burada da cavabımız eləyir C variantı. İndi isə keçək 7-ci sualı. 7-ci sual da maraqlı suallardan biridir. İti bucaqlı üçbucağın görünsün belə. İki tərəfi 8 və 5-dir. Digər tərəfin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Yadınıza gəlirsə, iti bucaqlı üçbucaqda tərəflərin qiyməti haqqında belə bir düstur var idi. Deməli, modulda A kvadratı çıx B kvadratı, amma kök altında və tapmaq istədiyimiz tərəfdə ortada yazırıq. Bu sırf iti bucaqlı üçbucağa aiddir, nəzərinizə çatdırım. Və kök altında A kvadratı plus B kvadratı. Və biz bu düsturdan istifadə edərək bu misalın cavabını tapa bilərik. Deməli, bizi A'mız 8, B'miz də 5-dir. Heç nə. Düsturu yenə yazıb qoyuruq. Qoyub yazırıq daha doğrusu. 64 çıxılsın 25 kök altında hemen. Burada da nə yazırıq? 64 plus 25. Həll edirik. Burada kök altda 39 qalır. Burada da kök altda 89. Kök altda 39-dan böyük tam ədədimiz, deməli C-nin aid olduğunu yazalım. Deməli 7-dir. Çünki 7-nin kvadratı 49-dur. 7-dən əvvəl 6 gəlir. 6-nın da kvadratı 36-dır. Deməli 7 aid olacaq bu çoxluğa. 89-dan da kiçiyimiz 9-dur. Belə ki 9-un kvadratı 81 eləyir. Ona görə bunu da belə yazırıq. Deyir ki, digər tərəfin ən böyük və ən kiçik qiymətlərinin cəmini tapın. Ən böyük qiymətimiz 9 oldu, ən kiçik qiymətimiz də 7. Toplayanda eləyir 16, eləyir B variantı. Bunu belə işarələyim. Aha. Sonra keçək istəyirsinizsə deməli hansı misal olsun. Bu misal da maraqlı misaldır. Belə ki 9-cu sual. Maraqlı misaldır.
Yəni bunu da yazaq. Qoyun belə. Aha, bizə nə deyir? Üçbucaq ABC'də CH12, AC 8 kökdə 3, BAC 90 dərəcə, AH BH-a perpendikulyar olarsa, BH-ın uzunluğunu tapın. Tapaq da. Burada görünür. ABC. Deməli, CH-ımız 12, AC 8 kökdə 3, BAC 90, AH BH-a perpendikulyardır. Aha, bunu qeyd elədik. Və BH-ın uzunluğunu, yəni buranı istəyir. Birinci gəlin baxaq görək. Bu hündürlüyü 90 dərəcəli bucağı neçə dərəcəli iki bucağa ayırır? Bunun üçün gəlin buranı bir alfa, buranı da bir beta ilə işarə eləyək. Alfanı tapmağın asan yolu nədir? Onun sinusunu tapmaq. Deməli, sinus alfamız bərabərdir nəyə? Qarşı katetin, yəni 12-nin 8 kökdə 3-ə nisbətinə. İxtisar etdikdə, deməli, 4 ixtisar etdik, 3 kökdə 3 bölü 2. Sinus kökdə 3 bölü 2 qiymətini 60 dərəcədə alır. Ona görə də bizim alfamız 60 olur. Yenidən qaydırır misaldan. Alfa oldu 60. Deməli, bura 60-dırsa, beta bucağı nə olacaq? 30. Çünki alfa beta bucaqlarının cəmi 90 dərəcədir. Əgər alfa bucağı 60-dırsa, onda deməli, ACH bucağı, yəni bu bucaq 30 dərəcəyə bərabər olacaq. İndi gəlin birinci biz AH-ımızı tapaq. Deməli, bir qayda var idi ki, 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısına bərabərdir. Bizim hipotenuzumuz 8 kökdə 3-dür. Onun yarısı da 4 kökdə 3-dür. Və indi gəlin BAH üçbucağına diqqət yetirək. Bu, yəni BAH bucağı 30 dərəcə oldusa, ABH bucağı da nəyə bərabər olur? 60 dərəcəyə. 60 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısının kökdə 3 mislinə bərabərdir. Belə bir qayda da var idi. Deməli, 30 dərəcə bucağın kökdə 3 mislinə bərabərdir bu katet. Onda deməli, nə olur? Daha BH-ımız o da bərabərdir 4-ə. Məsələn, burada da misalımız bitdi. Burada da oldu Y variantı 9-cu sualda. İndi isə deməli, gəlin baxaq 13-cü sualı. 13-cü sualda maraqlı suallardan biridir məncə. 13-cü sualda nə deyir? Şəkildəki ABC üçbucağının ən böyük tərəfi AC-dir. AB 10, BC 13 olarsa AC-nin tam qiymətlərinin sayını tapın. Şəkli çəkirəm. ABC 13, 10 radikası. İlk öncə bizə deyir ki, ABC üçbucağının ən böyük tərəfi AC-dir. Deməli, bu AC tərəfi, yəni bu X 13-dən də böyükdür. Birinci bərabərliyimizi yazaq, X 13-dən böyükdür. İkinci üçbucaq bərabərliyinə aid ən sadə düsturumuz deyək var idi. Nə idi o? AB açılsın B və A plus B. Yəni, axtardığımız tərəf digər iki tərəfin cəmindən kiçik, fərqindən isə böyük olmalıdır. Burada da A-mız 13-dür, B-miz də 10-dur. Yerinə qoyub yazırıq. 13 çıxılsın 10, X 13 plus 10, 3X 23. Və bu iki bərabərsizliyin, baxın bu iki bərabərsizliyin kəsişməsini tapırıq. Bir ədəd oxu qeyd edək. Burada 3 olsun, burada 13, burada da deməli, nə olsun? 23. Deməli, birinci bərabərliyimiz 13-dən müsbət sonsuzluğa gedir. Qeyd edirik, bura müsbət sonsuzluq, bura mənfi sonsuzluq. İkinci bərabərliyimiz isə 3 və 23 arasındadır. Deməli, bu iki bərabərsizliyin kəsişməsi hara oldu? 13, 23.
Bizdən nədən soruşurdu? AC-nin tam qiymətlərinin sayını. AC-nin tam qiymətlərinin sayı da göründüyü kimi 23-dən 13-ü çıxırıq və əlavə olaraq 1 də çıxırıq. Deməli, cavab olur 9. Yəni, burada da B variantı olur. 14-cü suala baxaq. İstəyirsinizsə. 14-cü sual. Aha. İti bucaqlarından biri 31 dərəcə olan düzbucaqlı üçbucağın hipotenuzdan çəkilən hündürlüyü ilə düzbucaq təpəsindən çəkilən tənböllərin arasında qalan bucaq neçə dərəcədir? Yəni, birinci şəkli çəkək. Daha yaxşı anlamaq üçün. Adlandıraq ABC üçbucağı. Deməli, iti bucaqlarından biri 31 dərəcədir. Onda deməli, digər bucağı da 9 dərəcə olacaq. Deyir ki, hipotenuzda çəkilən hündürlüyü ilə düz bucaq təpəsindən çəkilən tənböllərin arasındakı qalan bucaq neçə dərəcədir? Ümumiyyətlə, bizə bir belə qayda var idi. Hündürlüyü ilə tənböllərin arasındakı bucağı tapmaq üçün nə edirdik? Bu gördüyümüz iti bucaqların fərqini yarıya bölürdük. İndi burada nə edəcəyik? 59-dan çıxırıq 31-i, bölürük 2-yə. O da eləyir 28 bölü 2 və 14 dərəcə. Cavabımız olur C variantı. 15-ci suala da baxaq. Bu da çox maraqlı bir suala bənzəyir. İki bucağının cəminin sinusu 6'da 1 olan üç bucağın da xaricində çəkilmiş çevrənin radiusu 15 cm-dir. Üçbucağın üçüncü bucağa qarşısındakı tərəfin uzunluğunu tapın. Yenə yaxşı anlamaq üçün şəkli çəkək. Deməli, belə bir üçbucaq verir bizə. Yenə ABC üçbucağı yazıram. Bunun xaricinə çevrə çəkilib. Aha. Deməli, gəlin bu bucaqları adlandıraq. Alfa, beta, gamma. Deməli, iki bucağının cəminin sinusu. Yəni sinus. Yəni götürək alfa, beta bucaqlarının cəmi. Alfa plus beta bərabərdir 6'da 1. Xarici çəkilmiş çevrənin radiusu nəyə bərabər oldu? 15'ə. Üçbucağın üçüncü bucağa qarşısındakı tərəfin uzunluğunu tapın. Yəni mənə bu tərəf lazımdır. AB tərəfi lazımdır mənə. Yadınıza gəlirsə belə bir qayda var idi. A bölünsün 2 sinus alfa bərabərdir R. İndi biz burada sinus alfa yox, sinus gamma yazacağıq. Alfa bölünsün 2 sinus gamma bərabərdir R-ə. Bizə A-nı tapmaq lazımdır. Amma biz burada sinus gammanı bilmirik. Bizə yalnız sinus alfa plus betanın cəmi verir. Sinus gamma necə yaza bilərik? Sinus gamma bərabərdir sinus 180 çıxılsın alfa plus beta kimi yaza bilərik. Çünki üç bucağın daxil bucaqlarının cəmi 180 dərəcədir. Yəni buradan da yola çıxaraq deyə bilərik ki, alfa plus beta plus gamma 180 dərəcədir. Biz bilirik ki, trigonometriyadan da bilirik ki, sinus 180 dərəcədə ad dəyişmir, olduğu kimi qalır və 180-dən müəyyən bir bucaq çıxdıqda ikinci rübə düşdüyü üçün, yəni müsbət olur, mənfi olmur. Yəni ikinci rübdə sinus müsbət qiyməti aldığı üçün burada elə müsbət kimi qalır. Yəni cavabımız olur sinus alfa plus beta. Sinus alfa plus beta da nəyə bərabərdir? 6'da 1'ə. Deməli bizim sinus qammamız da 6'da 1'ə bərabər oldu. Neysə alfanı yazırıq. Alfamız nəyə bərabər oldu? 2R vur sinus alfa. Daha doğrusu sinus gamma. Radiusumuzu da 15 vermişdi. Burada da 6'da 1 var idi. Cavabımız da eləyir 5 olur D variantı. Oldu uşaqlar, hələlik bu qədər. Sağ olun, salamat qalın.